Uşaq video çəkir, uşaqlara deyir ki, əziz sinif yoldaşlarım, əziz valideynim, əziz direktorum, müəllimlərim, mən ölsəm, mənim ölümümdə Süleymanov, Səlimov, Aynurə Sulxay qızıdır, səbəbkardır. Mən öləndən sonra Təhsil Nazirliyinə, Səna müəllimə, Tayahir müəllimə, Rahil müəllimə, bütün müəllimələrim mənim qanımı, valideynlərim mənim qanımı yerdə qoymasınlar. Mənim ölümümün səbəbkarı Sulxayın qızıdır, bilmirəm, Aynurə müəllimədir. Mən Xudadatova Xəyalə 135 saylı məktəbin 10-cu sinif şagirdi Qurbanova Nurşən Səbuhi qızının valideyniyəm. Bizim övladımızı, yəni bütün rayonda, bütün məktəbdə, bütün qəsəbədə gözəl tanıyır. Bilirlər ki, o uşaq hansı səviyyədədir, hansı əxlaqdadır, hansı tərbiyədədir və 10 ildir ki, o uşağın nailiyyətləri, uğurları regionalda da, təhsildə də, icra hakimi də, ümumiyyətlə Ağdam rayonunda hamı bilir ki, necə uşaqdır. Problem, yəni necə yaşayır? Bu uşaq həmişə gəlirdi, deyirdi ki, ana, bəs məni pisikdirir, Səlimova Aynurə Sulxay qızıdır. Bunların sinif, bəli, tarix müəllimləridir, həm də sinif rəhbərləridir. Bəli. Mən də düzü deyirdim ki, bala, inşallah yaxşı olar, səbirli ol, dözümlü ol, sən qoşulma heç kimə, nə deyir desin. Get-gedə bu söhbətlər böyüdükcə, vaxt elə gəldi, çatırdı ki, bu uşaq gəldi evə, üzü quyulu yatır, hazırlığa getmir, oxumur, ağlayır. Niyə belə eləyirsən? Deyir ki, məni bezdirir, məni dərs zamanı tıncıqdırır, mənə alçaldıcı sözlər işlədir, mənlə lağlağı eləyir, dərs qalır ayanda, başlayır ki, sən baytar olasan, sən həkim olmayasan, sən niyə tarix fakültəsini seçmədin, sən niyə 4-cü qrupu seçmirsən, nəyə görə sən kimya, biologiya müəllimə var, onun yanına niyə gedirsən, qəsdən gedirsən, mən onu danışdırmıram, ondan Sevinç müəllimiyə niyə salam verirsən, sən onunla niyə görüşürsən, yəni bu bir bəladır, bir xəstəlikdir, bir virusdur, düşübdülər, bu işə xəstəliyə düşmüşük biz. Mən müraciət eləmişəm, Səna müəllimə müraciət elədim, bir ana olaraq ona dərdimi danışdım. Dedim ki, bəs uşaqlar tək Nurşən deyil, Nurşənin regional təhsilinin müdürüdür də. Qarabağ regional. Bəli, təhsil müəssisəsinin müdürüdür. Səna müəllimdən öncə məktəbin direktoruna bu haqda məlumat vermişdiniz? Bəli, bu söz-söhbətin hamısını məktəbin direktoru Rahil müəllim bilir. Siz rektor? Bəli, Tahir Abbasov da bilir, hamısına danışmışam. Sadəcə mən heç nə Rahil müəllimi qınamıram, nə də o birilərinə. Bunun öhdəsindən üzr istəyirəm, gələn yoxdur. Çəkinirlərmi, qorxurlarmı, ehtiyat eləyirlərmi? Bu psixoloji, bunun travması var. Mən müraciət eləyirəm, niyə cavab verən yoxdur, nəyə görə deyən yoxdur? Öz yerində uşağı tənqid və təhqir edir. Mən demirəm ki, bütün sinif yoldaşları da şahiddir buna. Dırnaq arası məcazi sözlər, atmacalar atır. Bəzi xoşa gəlməz ifadələr işlədir mənim övladıma. O günlərimi zəng eləyiblər, mən getmişəm ki, uşaq 2-ci mərtəbədən, uşağın yəni 1-2 müəllimə var. Onlar səs, yəni bəlkə də tənəffüs vaxtı baş veribdir bu. Ona görə hamı duyuq düşüb bu məsələdən. Uşağın saçından, başından, ayağından tutub onu xilas eləyiblər. Yəni orada o müəllimələr, uşaqlar olmasaydı, bu günlər mənim qızım həyatda yox idi. Yaşar müəllim çıxdı, direktor idi, keçmiş direktor. Şəhla müəllimə çıxdı. İndi Rahil müəllimdir. Əlində telefon, icazə almadan əlində telefon girir məktəbin həyətinə, düz çıxana qədər bunun telefonu açıq olur. Heç bir müəllimə ilə salam sağ olu yoxdur, ümumiyyətlə müəllimləri də bezdiribdir. Belə götürün ki, düşünün, mən əgər, yəni bütün qəsəbə bilir ki, mən düz danışıram və bütün müəllim heyətləri bilir ki, mən düz danışıram. Sadəcə özləri, necə deyim, utanırlarmı deyim, o məktəbdə müəllimə işləyir əksəriyyəti ona görəmi, necə deyim, xətdə, yəni ona görə demirlər, açığı deyirəm, səsləri çıxmır. Mən indi belə deyim, görün, bir uşaq, bir müəllimə, bir məktəbdə dərs deyir. Məktəbdə dərs deyən müəllimələr öz məktəbinə də övladlarını oxuda bilmirlər. Bunlar 13, Nurşəngilin elə bir ki 15 idi, uşaqlar 15 idi, indi qalıb dərsən 10 nəfər. Öz müəllimələr özləri, öz müəssisəsində dərs deyə, öz övladlarını çıxardıb başqa məktəbə yönləndirib təhsil aldırırlar. Nəyə görə? Aynurə müəllimiyə görə. Çünki hər il bir uşağı bezikdirir, pisikdirir, tıncıqdırır. Məcbur olurlar, uşağını çıxartdırır hamı. Amma mən Aynurə müəllimə
övladımı çıxartmayacam. Sənə də sübut eləyəcək ki, mənim övladım həkim olubdur, yüksək nailiyyətləri də olacaq, uğurları da olacaq, yeri gələndə qırmızı atestatını da alacaq. Uşağa deyirsən ki, ayıbdır, günahdır, o körpədir, onun nə günahı var, sənlə bizim nə pisliyimiz, nə ədavətçiliyimiz var idi. Sən psixi durumdasan, sən o qədər ximiya, o qədər müalicə almısan ki, sən 7-8 əməliyyat olmuş bir insan, həmişə sənə bizi yazımız gəlib, sənin o xəstəliyinə görə biz həmişə sənə hörmət qoymuşuq. Sən o xəstəliyindən, o psixi durumun, o qədər ximiya, o qədər şua, o qədər narkoz almısan ki, sənin başın xarab olubdur. Sən psixi durumun yerində deyil. Ged özünü bilmirəm, həkimlərdən 10 manat, 5 manat bilmirəm alırsan, sağlamlıq kağızı alırsan, onu deyə bilmərəm sənə, cinayət işi açılır. Onsuz da hamısı aşkarlanacaqdır. Bilmirəm, bütün müəllimələr də, bütün valideynlər də, o məktəb də qalxıb ayağa. Bax, sənə deyirəm. Uşaq gəlib ki, həvəslə, mən 75-75-də yığacam, mən qırmızı atestat alacam. Şu an məqsədi budur. Bəli, uşaq qırmızı atestat almaq istəyir ki, mənim bütün fənlərim 5-dir, mən gedib imtahan verəcəm, qanunda dövlət müəssisəsində imtahan verir. O fiktiv olmur. Aynurə müəllimə. O, padelka olmur. O, rüşvətlə olmur o uşağa. Bunu bura verməyib. Bunların hamısını dövlət müəssisəsi verib, Təhsil Nazirliyi veribdir, regional veribdir. Bunların hamısı fiktivli ola bilməz. Əzizim, savadlı müəllimə, onu bil. Gedib şeir dev almayıb bunları. Başa düşdün nə demək istəyirəm sənə? Sən bil, mən o müəllimələr deyiləm. Müəllimələr sənə görə özləri bezib uşaqlarını öz siniflərindən, öz dərs dedikləri məktəbdən çıxardırlar. Ayıbdır. Sənin psixi durumun yerində deyil. Sən xəstəsən deyənə sənə hörmət qoyuruq. Sən biraz, necə deyərlər, sənin başın xarab oldu. Narkoz şua sənin beynini xarab eləyibdir. Sən normal, get belə hərəkətlər eləyirsən uşaqlara. Sən uşaqların psixologiyası ilə oynayırsan. Keçən ili bir dənə 11-ci sinif qız uşağı 5 ay getdi psixologiyadan Bakıda müalicə alındı Aynurə Səlimovaya görə. Nəyə görə? Göz yummalısınız. Uşaq ölməlidir. Televiziya xəbərləri verməlidir. Tabutun görəndən sonra çıxartmalısınız. Neçə dənə şiddətli töhmət verib direktor. Direktor neynəsin? Direktor qalıb bir virusun əlində. Təhsil susur. Nəyə görə susursuz? Yaxşı, 16 yaşında bir qız uşağı öləndə susmayasınız. Onda ağlınız başınıza gəl çıxardasınız. Amma indi bir müəlliməyə görə aciz qalmışsınız. Aynurə Səlimova mənim qızıma mesaj göndərib ki, gör indi şər atmaq necə olur? Sən gör adamı şərləmək necə olur? Sənə gör nətər şərləyəcəm. Mənim övladımı hər kəs tanıyır. Sən mənim övladımı şərləyə bilməzsən. Salam müəllimə, son sözü nə oldu? Son sözü oldu ki, dedim, İcra Hakimiyyətindən, hüquq müəssisəsindən gəlmişdilər nümayəndələr. Qadın Uşaq Birliyi hüquqları, oradan nümayəndələr gəlmişdi. Hətta şöbə tökülüb gəlmişdi. Cinayət işi açıldı da müstəntiq, prokuror. İndi Tahir müəllim də hətta gəldi ora. Nümayəndələri ilə, Sənan müəllim də nümayəndələri oradaydı. Gəldilər, danışdılar şahidçiliklə. Bütün məktəbin tələbələri və valideynlərinin şahidçiliyi ilə bu məsələ çözüldü və biz getdik Muğam evində. Orada gördük Sənan müəllimlə, görüşdük, bəli. Və orada da bildirdi ki, onda gedin prokuraturanın, məhkəmənin cinayət işi açılıb. Sənətini gətirin, mənim stolumun üstünə qoyun, mən çıxardacam. Yox, əgər Aynurə gedin məhkəməyə, prokuraturaya ərzə yazsa, onda Rahil müəllim səni çıxardacam. Niyə? Sən bir müəlliməni çıxarda bilmirsən, uşaq özünü öldürür. Gücün çatır direktora, amma bir müəllimiyə gücün çatmadı, Sənan müəllim. Gərək mənim övladım öləydi, tabutu gələydi. İndi Allah uzaq eləsin. Siz gözləyirsiniz ki, mənim övladımın tabutu gəlsin regionalın qabağında, ondan sonra işıqlandırılsın, bütün dünya bilsin bu məsələni. Hər il uşaqlar gah özünü öldürməklə hədələyir. 8-ci sinif uşağını vermək istəyirdilər ki, Səlimova Aynuriyə, Rahil müəllim. Rahil müəllim yazıq sinifdə bilməyib neynəsin. Uşaqlar ağlayıbdı ki, biz də özümüzü öldürəcəyik. Biz o müəlliməni istəmirik. Bütün məktəb ayağa qalxın. Ayıb olsun sən Aynurə müəllimə. Heç nə demirəm. Allahdan qorxun. Vicdanınız olsun. Bəsdirin, ana deyilsiniz, siz bilməzsiniz mən anayam, mən nələr çəkirəm. Mən övladımı qorxumdan göndərə bilmirəm məktəbə. Mənim övladım yemir, içmir. Psixoloji üzrü durumu nə gündədir mənim övladım, oxumur. Nəyə görə? Mənim uşağım həmişə birinci olubdur. Nə istəyirsən mənim övladımla? Nə olar? Oxumur, qiymətini yaz. Sənin ixtiyarın oxumayan uşağın qiymətini yazmağındır. Tərbiyəsinin əxlaqını hamı bilir. O 135 sayılı məktəbdə direktorundan tutmuş Təhsil Nazirliyinə qədər.
Bilir, bəli, onun əxlaqını da, tərbiyəsini də, oxumağını da. Sən qiymətini yaz. Oturub məktəbdə dərs saatı zamanı başlayıb uşağın ailəvi ya qeyri-ailəvi söhbətlərindən danışma. Söhbətlər onun nəslini, kökünü, bütün hamısını qəşəng tanıyırlar. O da tək deyil, onun valideynləri də onun arxasındadır. Ayıb olsun sənə. Heç nə demirəm. Dərs zamanı uşağa deyirsən, qırmızı atestat almayasan, niyə almasın, nəyə görə almasın? Sən ana deyilsən, sən analıqdan haqqın yoxdur danışmağa. Allah ağır getməsin. Qiymət yazırsan, deyir, sənəd göründü, 3-2 yazıb. Səni bu il sinifdə saxlayıram, saxlamıram. Sən elə bilsən həkimliyə girəsən, ay baytar. Mənim uşağımı bu sözlə, 10-cu sinif qız uşağı nəyə görə özünü atmalıdır pəncərədə? Oldu o müəllimələr, valideynlər orada olmayaydı da, uşaq olmayaydı tələffüz zamanı. İndi mənim uşağımın nətər deyirlər, 40-ı çıxmışdı. Bu günlərim səhər-səhər dərsə mən 4 dəqiqə gecikmişəm ya 5 dəqiqə də gecikmişəm. Həmən dərsin qaybını qoy. Tələb eləyir ki, o 7 müəllim, məsələn, bu günlərim 6 dərsi var da 7. O müəllimlər də qayblı. Axı bu uşaq əziyyət çəkir 8 saat, 7 saat orada oturur. Nəyə görə qayıb çəkir müəllim? Mən başa düşmürəm. Əgər qanunla danışırsa Aynurə müəllimə. Mənim Təhsil Nazirliyinə müraciətim budur ki, xahiş edirəm. İndi bugün mənim övladım belədir, sabahlarım orada neçə dənə övladların başına bu işlər gələcəkdir. Bu belə bir fəsad olmadan, itki yaşamadan 135 saylı məktəbin o gənclərin itirmədən xahiş edirəm. Təhsil Nazirinə bir ana olaraq müraciət edirəm. Bunu işıqlandırın, bizim səsimizə səs versin, haqq ədalətlə qərar verilsin. Biz nətər deyim, bu uşaqlar rahat, sərbəst dərslərin oxusun, gələcəyin nətərdələri gəncləridir. Bunlar gələcək, bunlar Azərbaycanın gələcəyidir bunların hamısı. Hərəsi bir müəssisəyə gedəcək. Bu təhqir, tənqid, ümumiyyətlə haqsızlıq olunmasın. Niyə deyirəm? Bütün əgər haqsızlıqsa bizi qınayırlar qıraqdan ki, belədir, heylədir, ədab. Mənim sənlə nə şəxs qərəzliyim ola bilər. Övladım orada gedir dərsə, əgər oxumursa qiymətini yaz. Bəs salam, bununla kifayətlənə bilərik. Amma sən psixoloji uşağı özünü öldürmək hətta cəhdinə gətirib çıxardırsan ki, uşaq video çəkir. Uşaqlara deyir ki, əziz sinif yoldaşlarım, əziz valideynim, əziz direktorum, müəllimlərim, mən ölsəm, mənim ölümümdə Süleymanov, Səlimov, Aynurə Surxay qızıdır, səbəbkardır. Mən öləndən sonra Təhsil Nazirliyinə, Səna müəllimə, Təhir müəllimə, Rahil müəllimə, bütün müəllimələrim mənim qanımı, valideynlərim mənim qanımı yerdə qoymasınlar. Mənim ölümümün səbəbkarı Surxayın qızıdır, bilmirəm. Aynurə müəllimədir.